Fatimiyyə salamullah aleyha günləri münasibətilə bütün əza saxlayanlara dərin hüzünlə başsağlığı deyirəm. Allah təbarək və teala dünya və axirət bu xanımın məhəbbətin və mərifətin bizim qəlbimizdən çıxarmasın. Günbəgün artırsın inşallah. Bu xanımın dəyərini tanımağı, bu xanımın qədərini tanımağı İnşallah özümüzə, zürriyyəmizə, nəslimizə, övladlarımıza nəsib edilsin. Verilişin əvvəlində də ustad mən qeyd elədim. İstəyirik bugün xanım Zəhra salamullah aleyhanın ziyarətnaməsinin qısa bir olsa da şərhin eləyək. Buyurun söz sizdən. Bismillahirrahmanirrahim. Esselamu aleyki ya mumtəhanətu imtəhanəkillahilləzi xalaqək qəblə ən yəxluqək və kunti liməmtənəhək və kunti liməmtəhənə bihi sabirə. Salam olsun Peyğəmbərin qızına, ciyərinin parasına, ürəyinin parasına, Həzrəti Zəhra salamullah aleyhaya. Bir müqəddəmə ilə verilişi başlamaq istəyirəm. İnşallah ziyarətin şərhinə qısa ziyarət deyəcəyəm və qısa ziyarəti də qısa şərh edəcəyəm. Bəzən Fatimiyyə günləri nə üçün 20 gün olur, sualı meydana gəlir və bu 20 gün arasında mərasimlər, şadlıq mərasimlərinin olmaması sualları qarşıya gəlir. Bu 20 gün ümumiyyətlə hardan gəldi, bu 20 gün nə deməkdir? Məhərrəmi başa düşdük. 2 ay oradan, indi bu 20 gün. Ümumiyyətlə, Həzrəti Zəhra salamullah aleyhanın şəhadəti günü barəsində müxtəlif xəbərlər bizə gəlib çatıbdır. Bəzi tarixi məlumatlara görə Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından 40 gün sonra, yəni 28-i səfərdə Peyğəmbər vəfat edib, 40 gün ondan sonra Həzrəti Zəhra salamullah aleyhanın şəhadəti. Bəzi hədislərdə, xəbərlərdə 60 gün sonra. Amma daha etibarlısı ki, Şiədə ona əməl edir, bu hədisdir ki, Həzrəti Zəhra Peyğəmbərdən salamullah aleyh məcmən 75 ya 95 gün sonra. Bəs 3 mən xəbər dedim. 40, 60, 75 və 95. 75 və 95 əzizlər 2 hədis deyil, 1 hədisdir. Belə deyil ki, bizim bir dənə hədisimiz olsun 75 gün Peyğəmbərdən sonrası. Hal-hazırda ki, Cəmadiyul Ulanın üçüdür. Həzrəti Zəhra salamullah aleyhanın şəhadət günü, yəni bu keçmiş gün qeyd olunur. Cəmadiyul Ulanın 3-ü. Sani? Bəli. Sani Ulan? Cəmadiyul Ulanın, üzr istəyirəm, Cəmadiyul Ulanın 13-ü. Cəmadiyul Saniyənin 3-ü. Cəmadiyul Ulanın 13-ü ki, indidir. Cəmadiyul Saniyənin 13-ü. 20 gün fasilə. Bu özü bir xəbərdir. O nə üçün bu 75-95 burada? Qədimdə nöqtələr yox idi. Yəni, hərfin üzərinə nöqtə qoyulmurdu. Yəni, bir cürə yazılıbdır ki, məsələn, xətləri var, dişləri vardır hərfin. 2 nöqtəni bir tərəfə qoysun, birinci dişin üzərinə qoysun. 95 gün olur. İkincinin üzərinə, üçüncünün, dördüncünün üzərinə qoysunlar 75 gün. Xamsun və səb'in, xamsun və tis'in. Bu, bəli, bilinmir ki, burada səb'ində nöqtə beyin altındadır, ya nöqtə olubdur və yaxud tis'ində birinci dişin üzərində nöqtə olur. Bu bilinmir, yəni bu baxımdan məlum deyil. Ona görə ehtiyat ediblər, cəm ediblər. Ehtiyat deyəndə ki, Azər müəllim, yəni onun mühüm nədir? Namaz deyil ki, qəza olsun. Mühüm Əhl-i Beytin şuarın necə deyərlər, ibraz etməkdir, aşkar etməkdir. Əhl-i Beyti diri saxlamaqdır. Əhl-i Beytin qəmində qəmlənməkdir.
5 gün sonra da olsa biz eləsək düzdür. 95 gün sonra da olsa eləsək düzdür. Amma nə üçün bu işi gördülər? Alimlər, məxsusən müasir alimlər, təzə dünyadan keçmiş bir sıra alimlər, Ayətullah Fazıl Lənkərani kimi, hal-hazırda Ayətullah Vəhid Xorasanı kimi, Ayətullah Safi Qulu Payqanı kimi. Bu alimlərin və ola bilsin Nəcəf alimlərindən də bəziləri bu qərara gəldilər ki, indi ki 20 gün fasilə var, gəlin bu 20 günün əvvəlində də, əlbəttə qədimdən də bu olubdur, ha elə birincisi sonuncusu da elədimdir. Yəni bir qədər Fatimiyyə günləri olsun bu 20 gün. Mən bunu deyim ki, İranın özündə də belə deyil ki, 20 gün bütövlükdə əzadarlı olsun. 3 gün əvvəldən olur, 4 gün, 5 gündə axırdan olur, yəni son. Və bir dənə də burada məsələ var, hansı daha da etibarlıdır? Yəni bu 95-75 digərlərinə nisbət etibarlıdır. Amma 95 ilə 75-in arasında hansı etibarlıdır? Mən etibar söhbəti yoxdur. Çünki nöqtə məsələsidir. İki dənə hədis deyil ki, elə deyil. Bir dənə hədisdir. Digər hədislərə nisbət bu daha da necə deyərlər, etibara yaxındır. Amma 75-95 hədis deyil ki, ayrı-ayrı deyəsən ki, bunun sənədi. Problem nöqtədədir. Problem nöqtədədir. Amma bəzi alimlər, o cümlədən Əllamə Əskəri, Allah rəhmət etsin, böyük tarix alimləri, nəzərləri bu ki, 95 düzdür. Amma haradan, bu da maraqlıdır, bunu da deyim. Bu tarixi məlumatlarda, ümumiyyətlə elmi məhsələrdə bu məsələlər var ki, müəyyən qərinələr və şahidlər gəzirlər bir qənaətə yetişmək üçün. Əgər 75 hesablasaq eləyir Cəmadyül Ulanın 13-ü. 13-ü, indi gələndə gördük də, 14 axşamı, ay Bədirdir. Düzdür? Amma 3-ündə ay yoxdur. Çox kiçikdir də. Hava nədir? Qaranlıqdır. Bugün hava işıqlı olmalıdır bu gecə. Hədislərdə, xəbərlərdə var ki, bəzi xəbərlərdə Həzrəti Zəhra salamun aleyhanı qaranlıqda aparanda çox qaranlıq idi, hətta qamış filan yandırdılar ki, yolu görsünlər. Bəzi tarixçilər istinad edirlər buna. Deyirlər, əgər 13-ü olsaydı, ehtiyac yox idi, yol aydın idi. Bəs üçüdür, yəni Cəmaat-ı Saninin üçüdür ki, ayın əvvəlidir, hava qaranlıqdır, ehtiyac var. Belə bir şahidlər də gətirirlər. Hər halda budur, yəni səbəbi budur. Amma keçək, inşallah ki, ümidvaram lazım ehtiramını da saxlayacaq. Bu xanımın dəyəri çox böyükdür, çox böyükdür. 4 behişt xanımlarından biri və onların əfsəlidir. Və 11 imamın anasıdır. Və bir dənə də bir məsələni deyim ki, burada Azərbaycan Həzrəti Zəhra salamun aleyhaya təvəssül kibrit-i əhmərdir. Yəni o çox tez və tez və güclü alışan kibritdir. Bəzi namazlar var, namaz var Həzrəti Zəhra salamun aleyhaya istiğasə namazı Məfatihul Cinanda Şeyx Abbas Qumi gətirib. Və yaxud təvəssüllər var. Heç də olmasa ya Zəhra ürəklə çağılıb insan hacətini istəmək böyük təcrübələrdən keçibdir ki, tez cavab verir. İnşallah burada da, indiki bugünkü ziyarətnamədə də mən deyəcəyəm ki, orada da bir növ təvəssül var. Ustad, imamların zamanında necə bu Fatimiyyə günləri zadı keçirilir, yoxsa ondan sonra olmuyor? Fatimiyyə günləri bu formada ki, dedim ki, neçə il bundan öncənindir. Biz buna bidət deyə bilərik. Xeyr, əsla. Deyə bilmərik. Belə fikirlər mövcuddur. Xeyr, bidət o şeydir ki, dində olmuyor. Bu ki, biz Fatimiyyə keçirdirik, bu dində var. Dində iki cür ola bilir bəzi məsələ. Biri budur ki, bütün təfərrüatı ilə dində gəlir. Biri də budur ki, ümumi qaydada dində gəlir. Din bir qayda qoyur. Elədir. Yəni şəhid olmağı gəlir dindən. Bəli, yəni bunu deyirsiniz. Amma belə formada keçirtməyə gəlmir də. Xeyr. Biri vardır ki, misal üçün mən deyim ki, məsələn, istəyirsiniz ki,
Həzrəti Zəhra salamullah əleyhə yaxın olasınız, təvəssül edin. Bu var da. Bəli. Biri də vardır ki, yoxdur ki, Həzrəti Zəhra salamullah əleyhanın şəhadətini keçirdin. Bu ki, yoxdur. Bu ki, digərlərində də yox, hansı imamlarda var ki? Olsa birdən İmam Hüseyin əleyhissalamın barəsində vardır. Amma biz bunu keçirməklə ona təvəssül edirik, etmirik. Həzrəti Zəhra salamullah əleyhə təvəssül edin, əmri buna da nədir? Şamildir. Bu günlərdə daha əfsal olar məsələn. Bəli, bəli. Və bunu deyim ki, və məxsusən İslamın şüarı sayılır bu. Yəni Quran ayəsi var. Yəni külliyyatda, yəni buna dəlalət edən ümumi şəkildə dəlillərimiz var. Yəni hər şey olmasa. Və biz fərz etsək ki, heç biri yoxdur. Heç biri yoxdur. Mən dədəmə, nənəmə, qohumma hüzür saxlayıram. Yasin oxuyuram, Quran oxuyuram. Gəl, bidətdir. Bir yerdə gəlir. Ənənədir. Yəni bunun bidət olmasına, bidət səsi cahillərin səsidir. Dindən düzgün anlayışı olmayan bir sıra qrupların və firqələrin səsidir. Amma keçək ziyarəti. Həzrəti Zəhra salamullah əleyhanın neçə ziyarəti vardır? Ziyarətnaməsi. Bir ziyarətnaməsi Mədinədədir ki, bəli, ziyarətuha indər rovzə. Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrinin yanında, Məfatihul Cinanda da gəlibdir ziyarətnamələr bölümündə. İlk növbədə Peyğəmbər sallallahu aleyhi və səlləmi ziyarət edirsən, sonra elə orada da Həzrəti Zəhranı ziyarət edirsən. Bu ziyarətnamələrin əndər roza, orada gəlməsi bu ehtimalı çox böyüdür ki, orada, çünki ziyarətnamada bu cür yazılıb ki, ziyarət o əndər roza, roza o Peyğəmbər sallallahu aleyhi və səlləmin məqbərəsidir. Bu ehtimal, əgər alimlərin sözü olmasa o, mən bir daha dəqiq gərək baxam, görək rivayətdə də o cür gəlibdir, yoxsa yox. Əgər rivayətdə gəlsə, bu ehtimalı böyüdür ki, bu ehtimal çoğaldır ki, neçə ehtimal var Həzrət Zəhra salamullah əleyhanın dəfni yerində, dəfni barəsində. Biri də Peyğəmbərin rozəsidir. Bu ehtimal güclənir. Biri oradadır. Orada Şeyx Abbas Qumi Məfatihul Cinanın 2 ziyarətnamə nəql edibdir. Bir ziyarətnaməsi qısadır, ikincisi də ki, bir səhifədir ki, əvvəlin siz burada dediniz verilişin əvvəlində, ondan neçə paragraf və neçə kəlmə dediniz. Və biri də var ki, xeyr, ümumidir və mən istəyərdim ki, hamımız, hətta hər gün, çox qısadır, indi mən oxuyacağım, görəcəksiniz. Hər gün Həzrət Zəhraya insan təvəssül eləsin namazdan sonra və Peyğəmbərə təvəssül eləsin namazdan sonra. Bu ziyarətnamələr çox qısadır. Bunu Şeyx Abbas Qumi bazar gününün ziyarətində gətiribdir, indi oxuyacağımı. Bildiyiniz kimi, günlər, həftələr bölünür məsumların, imamların adına, Peyğəmbər sallallahu aleyhi ve sellem və imamların adına. Orada bazar günü Həzrət Əl-İslamın günüdür ki, Həzrət Əl-İslamın orada ziyarət var. Əs-salamu alə şəcərətin nəbəviyyə və dəvəhdəl haşimiyyə. Həzrət Zəhra salamullah əleyhə ki, imam deyil. O günlər ona məxsus aid olmur deyə Şeyx Abbas orada Həzrət Əlinin kənarında onda 2 dənə ziyarətini gətirib. Ki, adətən o şəxslər ki, bazar günləri Həzrəti Əl-İslamın ziyarətini oxuyurlar, bazar gününün ziyarətnamasını, elə orada Həzrəti Zəhra salamullah əleyhənin ziyarətnamasını oxuyurlar. Orada 2 dənə ziyarətnamə var. İkincisi, mən oxuyacağım burada Şeyx Tusi Təhsibdə gətirib 5-ci cilddə bunu və Şeyx Abbas Qumi dediyim kimi bazar gününün ziyarətnamələrində 2-ci ziyarət Həzrəti Zəhra sallallahu aleyhi və səlləm gətirib. Çox da qısadır, 2 sətirdən ibarətdir, amma böyük mətləbləri var, böyük sirləri aşkar edir. Əs-salamu aleyki ya mumtəhənə, imtəhənəkillahilləzi xələqəki qablə ən yəxluqək. Salam olsun sənə, ey imtihan olunmuş xanım. Mumtəhənə, yəni imtihan olunmuş xanım. Ki Allah, səni yaradan Allah, səni yaradan Allah səni yaratmadan öncə imtihan etdi.
və kunti limemtehaneki sabirə. Və sən o imtihandan üzü ağ çıxdın və o imtihanda səbirli oldun. O imtihana dözdün. O imtihandan ən yüksək balla çıxdın. Burada Nə imtahandır görürsən? 2 dənə sual var. Birincisi budur ki, necə ola bilər ki, insan yaradılmamışdan qabaq imtihan olsun? Bir ehtimal budur ki, zər aləmi. Ələstu bi rabbikum qalu bəla. Bəzilərdə mən görmüşəm ki, zər aləminə misal vururlar bunu. Zər aləmində olan, necə deyərlər, təslim, elə də iftixar deyil. Bütün məxluqata aiddir. Bəli. Əgər zər aləmi varsa ki, var, ələst aləmi, orada hamı etiraf etdi ki, mən təsliməm. Bəli. Yəni, o bir növ fitrətdir, bir növ insanın daxilində. Allah o cür yaradıb. İxtiyar yoxdur bir növ orada. Yəni, hamı etiraf edir orada. Ya ixtiyar da olmasa, ya ixtiyar da olsa bir cür şəffafdır ki, hamı etiraf edir. Bəziləri buna, yəni zər aləmində olubdur. Və mən düşünürəm ki, bu zər tamam başqa bir məsələdir. Yəni elə bir məsələdir ki, yəni həqiqətən imtihan olub, imtihan da yəni ixtiyarla olmalıdır da, o imtihan proses keçməlidir və orada qalib olmalıdır. Bir növ, siz fərz edin ki, bu dünyada bir imtihan olacaq, bir hadisə olacaq, o hadisəni yaşadır qabaqcadan görüm gücü çatır, çatmır. Buna deyirlər imtihan. Ona görə vardır hətta bizim Peyğəmbər Resul-i Əşrəm sallallahu aleyhi və səlləmin, indi mən cavab verirəm ki, nə deməkdir bu? İnsan özü yaranmamışdır, Həzrət Zəhra sallallahu yaranmamışdan qabaq imtihan oldu. Qabaq haradır? Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis var. Buyurur ki, Allah bizi yaratdı, illərlə Adəm yaradılmamışdan qabaq bizi adda çəkir ki, mən, Əli, Fatimə, Həsən, Hüseyin, Əhl-i Beyti salamlar yaratdı. Neçə yüz illər, ya neçə min illər indi tərəddüd edirəm o ədədi. Yaranmamışdan öncə bizi yaratdı. Bu nəşət, bu xilqət, hansı xilqətdir? O, Əhl-i Beytin nurudur ki, yəni bu normal fiziki xəlq deyil, təcərrüd aləmidir. Onları yaratdı və imtihan oranın imtihanıdır. Oranın imtihanıdır və mən belə zehnimə gəlir ki, bəziləri bunun şərhində deyirlər ki, imtihan burada yəni Həzrət Əl-İslamın vilayətinə olan imtihandır və yaxud ələm əhədləykum ya bəni Adəmən la təbudu şeytan. Bəziləri deyir, bu imtihanlardır. Mən belə düşünürəm bir kiçik tələbə kimi, bunlar olmamalıdır. Çünki bunlar hamı üçün var. Böyük ehtimala əsas görə burada imtihandan məqsəd bu dünyada Həzrət-i Zəhra salamun aleyhanın başına gələn müsibətlərdir. Ki, qabaqcadan o imtihan oldu və ona razı oldu, raziyətən mərziyyə oldu. O imtihandır. Ona görə də burada buyurur ki, və kunti limemtehaneki sabirə. Səbir məsələsi var. Səbir adətən müsibət qarşısındadır. Demirəm, oruca da səbir deyirlər, amma adətən belə yerdə imtihan oldu. Desin ki, imtihan oldu, sən də imtihandan keçdin. Sən bu imtihana səbr etdin. Yəni, bu imtihan bir müsibət imtihanıdır. Və böyük ehtimal bu Həzrət-i Zəhra salamun aleyhanın şəhadətindən söhbət edir burada. Şəhadətin demək istəyir. Həzrət Əli Əslamın haqqının zay olmasın demək istəyir. Çünki Həzrət Əli Zəhra salamun aleyhanın şəhadəti bir növ
bu səqifə məsələsi ilə əlaqələnir Şiənin nəzərində. Onda imtahanın növü fərq eləyir də xanım Zəhra salamullahi əleyha da. O da vilayət məsələsinə qayıdır. Siz dediyiniz kimi vilayət də ən mühüm məsələlərdən biri sayılır. Çox mühüm məsələdir, bəli. Yəni bu əgər vilayət məsələsinə qaytarsa bu cür qaytarır. Nəinki vilayətin qəbul edir. Axı bəziləri bu cür məna ediblər ki, yəni ki, qəbul edirsən əlinin vilayət, peyğəmbər atavın vilayətindən sonra əlinin vilayətini qəbul edirsə, qalır bəli. Məsələn, qalır nə? Yox, bu düşünmürəm bu, ola bu dastan bu əndazədə, bu bölüşdə bu olmamalıdır. Və bu məsələdir ki, onun vilayətinin üzərində, onun vilayətinin necə deyərlər, yolunda qurban getmək və səbr etmək və nəticədə bu müsibətlərə düçar olmaq. Bu ikinci məsələ, bəs zaman məsələsi, yəni xilqətdən qabaq imtahan olur. Bəziləri var, məsələn, kəlam elmində də belə bir məsələ vardır ki, deyirlər ki, məsələn, nə üçün peyğəmbərlər peyğəmbər oldu, mən olaydım, nə üçün imamlar imam oldu? Burada ki, onlar bura gəlməmişdən qabaq bir dəfə imtahan veriblər. Məsələn, onlar çıxıblar imtahan, hamı çıxmayıb. Bu söhbətdə var. Ya Allahın elminə qayıdır bu, təhlillər vardır da, ya həqiqətən imtahan olublar, onlar orada qalib olublar, indi imamət edirlər. Hər halda qayıdır o nəşətə ki, onların nurunun xilqətidir və ixtiyarlı olaraq da imtahan verib imtahandan keçib Həzrət Zəhra salamun aleyha o müsibəti qəbul edib